Titanik gəmisinin əzəməti və cah-cəlalı onu qərq olmasından xilas edə bilmədiyi kimi, Amerikanın da əzəmətli görkəmi və cah-cəlalı onun qərq olunmasına mane ola bilməyəcək və Amerika qərq olacaq. Tezliklə Allah İran xalqının qəlbində qələbə hissini yaşatsın. İran xalqını gələcəkdə çox əzəmətli və aydın dövran gözləyir. Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Gətirdiyim bu sitatlar şəhid rəhbərimiz İmam Seyyid Əli Xameneyi və onun vilayət və rəhbərlikdəki varisi İmam Seyyid Müştəba Xameneydəndir. Titanik gəmisi kimi Amerika qərq olmalıdır. Titanik necə qərq oldu? Titanikin qərq olunmasının və batmasının böyük səs-küyə səbəb olmasına iki dənə faktor var idi. Birincisi, onu düzəldəndə demişdilər, bunu Allah da batıra bilməz. Və ikincisi, Titanik ən zəif nöqtəsindən aysberqə, okeandakı buzlara toxundu, görünməz qüdrətlərə. Bu bizə hər şeyi deməyə əsas verir. Bugünkü müzakirələr, yəni əslində sırağa gündən başlamalı olan və məxsusən dünən davam edən müzakirələr barəsində müzakirədən öncə və dünənki proqramımızda müzakirə ərəfəsində təhlillər verdik. 2-3 proqram bundan öncə müzakirə məsələsinə toxunanda mən tək təhlil verdiyim proqramda və ondan bir proqram sonra da bir məsələyə təkid etdim, 3 başlı ehtimal və hər 3 ehtimalda sadəcə biri-birindən biraz gec formada Siyonist rejimin və dolayısıyla Amerika cəbhəsinin, Amerika sisteminin həm sosial, həm iqtisadi, həm də hərbi baxımdan, siyasi baxımdan çöküşünün birə unsur ətlənəcəyindən danışmışdım. Müzakirələr hansı yerə çatdı? Az-çox xəbərlərdən məlumatımız var. Verdiyimiz 3 ehtimaldan birincisi görünən budur ki, reallaşır. Dedik, hər 3 ehtimal reallaşa bilər. Əsas demişdik, birinci ola bilər. O da elə təqribən müzakirənin başlamamış sona çatması. Yəni, müzakirə ilk gündən sonra sona çatdı. İranın dünən axşam xəbərlərə görə rəsmi televiziyasında İranın nümayəndələri Pakistandan İrana qayıtmalıydı. Bu bizə nə vəd verir və Titanik gəmisi kimi Amerikanın batmasına nə əlaqəsi var? Və digər tərəfdən dediyimiz hər 3 ehtimal nə üçün hər üçü də yaxın gələcəkdə Amerika və İsraili dünyanın əsas iqtisadi, siyasi xəritəsindən uzaqlaşdıracaq, siləcək. Bunları dərk eləmək üçün əvvəldə sözünü sitat gətirdiyim yeni rəhbərimiz İmam Seyyid Müştəba Xameneyinin son bəyanatına yaxşı diqqət eləmək lazımdır. Əlbəttə, bu bəyanatda çox önəmli nöqtələr var. Çox önəmli nöqtələr var. Mən bir neçəsini seçmişəm ki, bugün müzakirənin məxsusən bu nəticələrindən sonra bizə daha aydın olsun ki, qarşıdakı müjdə hansıdır və qarşı tərəfi hansı faciələr gözləyə bilər. Müzakirənin, ümumiyyətlə, bu bəyanatın ən mühüm nöqtəsi budur ki, bəyanat müzakirə adı qoyulan bu müvəqqəti dayanmanın və sükutun öncəsində verildi. Yəni, bir gün öncəsində təqribən bu bəyanat ali məqamlı rəhbərdən gəldi. Bəyanatın əvvəlində, bəyanat hardasa bir 7 səhifə falan mən baxdım, tutmuşdu. Amma əsas əvvəlində daha çox şəhid rəhbərimizi, gizli qalmış tərəflərini tanıtmaqla məşğul idi. Amma bugünkü bizim bəhsimizə aid olan hissələrindən bəzi nöqtələrə istəyirəm işarə vuram ki, sonda yadıma düşsə, bütün bunlara əsasən və nəticə alanda bir məsələni də qeyd edəcəm xidmətimizə ki, İran bütün dünyada çox ilkləri bu döyüş əsnasında rəsmiləşdirdi ki, biz onun 7-sinə toxunmuşduq. Amma ən böyük ilki İran 3 NATO ilə də yaradılmış 3 NATO-nun da və onların qarşısında duran qüvvələrinin taleyini həll etmək üzrə döyüşür. Bu barədə yadıma düşsə sonda işarə vuracam inşallah. Ali məqamlı rəhbərimizin müzakirələrin bu gedişini və dediyimiz digər iki ehtimalı da ehtiva edən gedişini və
bu döyüşün taleyini bizə göstərən bəyanatından əsas nöqtələr. Birinci əsas nöqtə. Ali məqamlı rəhbərimiz bu bəyanatda Seyyid Muştaba Xameneyi Həzrətləri Hörmüzə bir daha təkid edir. Bilirsiniz, Hörmüz məsələsinə rəhbərimiz təzə seçiləndə ilk bəyanatında işarə vurmuşdu və əsas nöqtələrindən biri idi. Və döyüşün gedişatında elə bu müzakirə ab-ı havasına yaxın, bu da bir bizə nələri sən deyir, hansısa mesajları deyir. İkinci dəfə rəhbərin ilk bəyanatındakı Hörmüz hissəsini çıxardıb rəhbərin rəsmi saytlarında, ofisinin rəsmi saytlarında bir daha yayımlamışdılar. Rəhbərimiz bu müzakirələrdən 1-2 gün öncəki son bəyanatında da Hörmüzün kontrolu İran İslam Respublikası dövlət və silahlı qüvvələrinin qoyduğu qanunlarla idarə olunmalı və daha da təsbit olunmalıdır. Buna təkid etdi. Bu əsas nöqtə idi. Müzakirədən 1-2 gün öncə bunun deyilməsi daha əsası idi. Daha çox bu nöqtəni əhəmiyyətə sahib edir. Dəfələrlə Hörmüz boğazından danışmışıq, danışıblar. Strateji əhəmiyyətini hər kəs bilir. Amma müzakirə öncəsi bu kartdan rəhbərin bəyanatında daha çox yapışması bizə hansı mesajları verirdi? Hörmüz boğazı barəsində Martin Armstrong dünyanın platformalarının yaradıcılarından, əsas məşhur platformaların yaradıcılarından biri olan Hörmüz barəsində Martin Armstrong Hörmüz barəsində deyir ki, Hörmüz boğazı təkcə neft, enerji, qaz daşınması baxımından əhəmiyyət kəsb etmir. Biz də bu barədə danışmışdıq və demişdik ki, təkcə bu deyil, gübrə daşınması, hətta Avropada, Amerikanın özündə kənd təsərrüfatı gübrələrinin, kimyəvi gübrələrin 70% bu boğaza möhtacdır. Hörmüz boğazı, Martin Armstrong deyir ki, təkcə bunlar deyil. Bundan əlavə internet və süni intellekt şirkətlərinin həlledici kabelləri də buradan keçir və o buna bir işarə vurur ki, Hörmüz boğazı İranın əlində olması ilə yanaşı süni intellekt həssas təşkilatlarından biri Birləşmiş Ərəb Əmirliklərində İran tərəfindən vuruldu, göstərildi dünyaya və ciddi pozuntular yarandı və bu kabellərin, istər süni intellekt və istər internet kabellərinin bu boğazda yerləşdirilməsi və burada pozuntuların yaranması və ehtimal verilən döyüşün davamında bu pozuntuların çoxalması internet və süni intellektlə işləyən bütün şirkətlər, bütün bank şirkətləri, bütün müəssisələrin çökməsi deməkdir. Təkcə neft, qaz, gübrə, yanacaq, digər ərzaq məhsullarının keçməsi əhəmiyyətinə malik deyil Hörmüz boğazı. Ali məqamlı rəhbərimizin müzakirəyə yaxın günlərdə bu bəyanatda da 3-cü dəfə belə deyək, rəhbər tərəfindən Hörmüz boğazının İranın qanunlarına əsasən idarə olunması və bunun təsbit olunmasına təkid etməsi balaca bir mesaj deyildi. Dediklərimizdən məlum olur ki, Hörmüz boğazı sanki sözün həqiqi mənasında biz bir dəfə bir təbir işlətdik. Dedik, qarşı tərəfin qırtlağını əlində tutur. Belə olan halda qarşı tərəf istəyir hərbi döyüş meydanında, istəyir siyasi döyüş meydanında, istəyir diplomatik, iqtisadi döyüş meydanında nə qədər əl-ayaq atırsa, qarşı tərəfin qırtlağı sənin əlindədirsə, o nə qədər əl-ayaq atırsa, o boğulmaqdan xilas olmaq üçün əl-ayaq atır. Mümkün də harısı tərəflərəsə vura, çapalıya, nəyisə vura, sındıra, nə bilim, sənin özü və hansısa bir cırmaq ata, amma boğaz əlindədir. Bu boğaz da dediyimiz kimi strateji bir boğazdır. Həm iqtisadi, həm siyasi, həm kəşfiyyat, həm hərbi baxımdan böyük əhəmiyyət kəsb edir Hörmüz boğazı. Ali məqamlı rəhbərin bu bəyanatında ikinci mühüm bir nöqtə ki, dünənki podkastımızda mən ona işarə vurdum. Rəhbər xalqı xiyabanlarda və küçələrdə qalmağa dəvət edir və biz özümüz də görürük hadisələrin içindəyik. Burada Allahın lütfü və inayəti ilə ilahi cəbhəyə olunan görünən və görünməyən köməklər, ilahi, biz deyirik ya, İmam Hüseynin qanı Sarullah deyilir, Allahın qanıdır. Bu rivayətlərdə gəlib ki, Sarullahdır İmam Hüseynin qanı. Allahın qanı sayılır. Yəni Allaha xas bir qandır. Qan başdan ayağa ilahi isimləri aləmdə yayır, varlıq sistemində yayır.
maddi, fiziki və metafiziki qüdrəti ilə. Hüseynin qanı həm bioloji baxımdan, həm insani və kəmal baxımından Seyyid Əli Xameneyinin qanında cuşa gəlmişdi ki, o qan ki, danışmışdıq bir dəfə, dünyanın azadlıq sevərləri, bütün dünyanın fərq eləməz və məxsusən də İran xalqının qanında elə cuşa gəlib ki, günbəgün, məsələn, mən zahiri baxımdan baxardım, mən özüm də gördüm ki, 40 gün çıxdılar, bəli, rəhbərin 40 mərasimləri 3 gün oldu. Ondan sonra müəyyən qədər azalma ola bilərdi, gözləmək olardı, məsələn, ya məsələn, az çıxardılar. Xeyr, əksinə həm keyfiyyət, həm şüar, həm kəmiyyət baxımından xalq daha çox cuşa gəlir. Və bu dünyada effektini daha da çox göstərir. Ali məqamlı rəhbər ikinci önəmli nöqtəyə burada toxunur ki, xiyabanları silahlı müharibədə necə doluydusa, bu dəfə daha böyük əhəmiyyət kəsb edir bu 2 həftədə xalqın çöllərdə, yəni xiyabanlarda olması. Və burada üçüncü mesajı da verir bu ikinci mesajın içində. Bundan danışanda rəhbər döyüş meydanından sonraki müzakirələr ərəfəsində sözünü işlətmir. Ya müvəqqəti sülh, müvəqqəti atəşkəs ərəfəsindəkindən danışmır. Birinci cümləsi bu olur. Döyüş meydanındakı sükut ərəfəsindəki bu 2 həftədə xalqın çöllərdə, xiyabanlarda olması və bu şuuru davam etdirməsi müzakirələrdəki döyüş meydanında təsir qoyduğu kimi müzakirələrin də nəticəsində effektiv olacaq inşallah. Buna təkid edir. Bir təbir işlədir, atəşkəs deyil, müvəqqəti atəşkəs və ya dayanma deyil. Döyüş meydanındakı sükut. Döyüş meydanındakı sükut, dünən qeyd etdiyim kimi, bir mənası budur ki, döyüş meydanı diplomatik arenada davam edir. Diplomatlar da bunu dünənki söhbətlərində, müzakirədən öncəki söhbətlərində dedilər. İstəyir cənab Mərəndi olsun, istəyir bütün kollektiv bir mesajı verdilər ki, meydanlarda olan xalq və döyüş meydanında olan silahlı qüvvələrin təmsilçiləri buradadır, müzakirəyə gəlib. Bunun mesajını verdilər və rəhbərin sülh yerinə ya atəşkəs yerinə, müvəqqəti dayanma yerinə döyüş meydanındakı sükut adlandırması bu 2 həftəni ikinci mənası budur ki, döyüş meydanında dünən qeyd etdiyim kimi sükut ola bilər zahiri zərbə vurmaq baxımından, zərbələr müvəqqəti dayana bilər. Amma arxa planda qarşı tərəfin planına qarşı planlar tökülməsi mənasındadır və həm bu çox başlıdır, həm kəşfiyyat baxımından, həm hərbi planlar baxımından. Necə ki, biz atəşkəs məsələsindən öncə də, yəni bu məsələdən öncə də, müzakirə söhbətindən öncə də 3 ehtimalı verəndə işarə vurmuşduq ki, bu 3 ehtimaldan danışanda, mümkündür qarşı tərəf nəfəs təzələmək istəyər. Əlbəttə, bataqlıqda batan çapaladıqca daha çox batır misalını yenə də vurmağa mən məcburam. Çünki bunlar demişdik, arxa planda istəyə bilərlər bir neçə gün qazansınlar və hansısa son kartını açmağa məcbur olsunlar. Məsələn, quru məsələsində bir plan qursunlar. Ya hansısa bir mənfur plan hazırlasınlar ki, mən demək istəmirəm bunu, inşallah olmaz. Amma olsa o hansısanı mən deyəcəm ki, məqsəd bu idi ya buna yaxın bir şeydir. Orada demişdik, bunlar mümkündür, nəfəs təzələmək istəsinlər. Əlbəttə, bunu da demişdik ki, bataqlıqda batan çapaladıqca, əl-qol çaldıqca daha çox batacaq misalı. Bunlar daha çox məhvini daha tez zaman baxımından və keyfiyyət baxımından yaxınlaşdıracaqlar inşallah. Bu məlumdur. Amma rəhbər sükut sözü, döyüş meydanındakı sükut məsələsini, bu sözünü işlətməsinin mənası dediyimiz o ehtimallarda qeyd etdiyimiz bu hansısa bir plana qaytara da bilərik. Və dediyimiz kimi meydanda qalın məsələsi dediyimiz bu müvəqqəti sükut məsələsini də tamamlayır ki, əlbəttə rəhbər daha yuxarı, həm mənəvi, həm belə taktiki baxımdan daha yuxarı məqamdan görür bu məsələni və onun əlinin altında ona belə deyək, İslama xidmət edən və onun sözlərini, əmrlərini yerinə yetirən qüvvələr də daha yuxarıdan görürlər. Biz təhlil edirik meydanda olanlar, onlar daha yuxarıdan görür və onlar daha yuxarıdan gördüklərinə görə həm təhlil edirlər, həm məlumat baxımından, həm mənəvi baxımdan. Buna görə qarşı tərəf mən ehtimal verirəm ki, qəflətə salmaq istəyə bilərdi. Həm daxildəki meydanı soyutsun, həm döyüş meydanını
soyutmaq baxımından ki, bu da həqiqətən rəhbərin sözü ki, müvəqqəti sükutda müzakirə arenasında effektiv olacaq, özünü göstərir. Mən burada İranda bunu meydanlarda görürəm. Onların hər nə planı var idisə, bu da əksinə dönür. Və bunlarla yanaşı rəhbərin bu mesajları nəyi göstərir bizə və effektivliyi harda görünür? Qarşı tərəf mümkündür hansısa bir planı qurmaq istəyir. Və məkəru. Onlar məkr qura bilərlər. Amma və məkərallah və Allahu xeyrul makirin. Allah da onların planının qarşısında plan qurur. Burada biz Allahın məkri və planından, yəni proqramından danışanda deyirdik, üç başlıdır. Bir möcüzədir, bir möminlərin əli ilə, bir də onların axmaqlığı ilə. Axmaqlığı budur ki, mümkündür plan qursunlar dediyimiz kimi. Daha çox batsınlar və bunu müzakirələr ərəfəsində müxtəlif formalarda göstərdilər. Dünənki müzakirələrdə çox sıx xəbərlər ötürüldü qarşı tərəfə. Amma İran rəhbərin dəsturuna əsasən, əmrinə əsasən İranlı diplomatlar həm iki şeyə çox əvvəldən, müzakirədən öncədən iki şərti onların yerinə yetirməsinə çox təkid eləmişdilər. Bir, bütün cəbhələr. İki, İranın bloklanmış milyardlarla dolları qaytarılması. Yəni, sahib olduğu pullarının qaytarılması. Buna əvvəl məcbur oldular, müvafiqət elədilər, yəni razılaşdılar. Amma bütün cəbhələr sözü yerinə yetirilmirdi. Və bunlar bunun üstündən başladılar bəhanələr gətirməyə. Hörmüz bəhanəsi. Baxın, rəhbər necə uzaq görəndi. Və növbəti mesajı ilə bax, istəyirdim sizi üçün oxuyam. Rəhbər burada onların canını oxuyub. Hörmüzü təkid edir. İkinci deyir, biz bu məsələdə azadlıq cəbhəsi, müqavimət cəbhəsini bir nəzərdə tuturuq. Fərq eləmir. Bunu müzakirədən qabaq deyib bu bəyanatda. Fərq eləmir. Livan tərəfi olsun, Fələstində olsun, Yəməndə olsun və harda olur olsun. Hansı cəbhədə davam eləsə müzakirələr yerinə yetirilməməlidir. Rəhbər bunu nəzərdə tutmuşdu. Diplomatlar da müzakirə öncəsində 10 şərtdən ikisi olan bu məsələni Hörmüz və bütün cəbhələrdə atəşkəs məsələsini tez-tez əsas iki şərt olaraq qoymuşdular ki, hələ bundan sonra başlaya bilərik. Qarşı tərəf gördü, yox, sərt qayaya dəyib, başladılar müxtəlif bəhanələr eləməyə. Əlbəttə bir şeyə də diqqətinizi çəkim ki, görün rəhbərimiz nə qədər uzaq görəndir, əvvəldən necə görüb bunlar nə etmək istəyir. Epstein məsələsindən tez-tez danışırdıq. Biz nəyə toxunurduq? Trump, məlun, Amerikanı idarə edən IPEC, Amerikanı idarə edən Siyonist lobbisinin ən vəhşi üzü idi ki, gizlədilmiş vəhşiliyi çıxarda bilsinlər. Və Trump'ı Epsteinlə gətirdilər qabağa. Biz deyirdik ki, Trump elə vəziyyətdədir ki, nə qabağa gedə bilir, nə arxaya gedə bilir. Bu vəziyyət getdikcə təhlükəli hal alır. Həm Amerika sistemi üçün, həm Trump'ın şəxsən özü üçün. Ki, şəxsiyyəti yoxdur, amma onun bir varlıq olaraq onun özü üçün. Yaxşı, indi Trump məcbur oldu, razılaşdı. Təbiidir ki, qarşı tərəf böyük şeytandır və onun təmsilçisi Trump razılaşıbsa arxada hansısa planlar qurmaq istəyəcəkdir. Planların birinə işarə vırdıq. Keçən səfər dediyimiz 3 ehtimalı indi xatırlatdıq sizə və dedik hansısa planlar qura bilərdilər vaxt almaq üçün. Amma planların ikincisi nə zəmzəmələri gedirdi? J.D. Vance'i göndərdilər də Trump'ın muavini. Trump'ın muavini də həmişə özünü göstərirdi ki, Trump'ın yerinə özünü namizəd kimi gələcəyə hesablamışdı. Fikir verin, Trump'ın muavini fürsət bilmişdi bunu özünə. Belə ekspertlərin dəyərləndirməsi bu idi. Mən buna 50% razıyam. Amma siyasi gedişata baxın, planlar, ikinci planı demək istəyirəm. Bunların və fikir verin, Trump razılaşıb dünyada Amerikanın çəhrəsini daha çox sındırandan sonra və Amerikalı J.D. Vance onların müzakirə timinin başında bura gələndən sonra nə etdilər? Siyonist lobbisinin ən yaxın adamlarını saldılar. Vitkov da səhv eləmirəmsə salındı və Koşneri də məcbur saldılar oraya ki, heç olmasa timdə olsun. Siyonist lobbisinin casusları. J.D. Vance ki, bu fürsət idi onun üçün, bu tərəfə razılaşmadan sonra müzakirəyə gələndə fikir verin, qəribə bir şəkildə birdən-birə Trump'ın Epstein'dən yadigar qalan və Trump'a sıranan yoldaşı, həyat yoldaşı çıxdı, konferans keçirtdi, birdən-birə dünyanı şoka salacaq şəkildə ki, əlbəttə bizləri şoka salmadı. Başladı Epstein'dən danışmağa. Epstein işində mənim günahım yoxdur. Hansı ki, Epstein işinin həlledici o balaca qızların, gənc qızların təcavüzündə falan həlledici rollardan birini oynayan adamdır. Mənim işim yoxdur, Trump'la mən əlbir deyiləm. Trump'ı yenə də Epstein məsələsini çıxartdılar ortaya. Trump gördü ki, pis vəziyyətə qalıb. Tez Trump çıxdı, nə tweet vurdu? Əgər müzakirə, Trump bunu hiss eləmişdi.
əgər müzakirə yaxşı keçsə, yəni sərf eləsə, Amerika xalqının içinə oynayır. Bilir ki, vəziyyət xarabdır. Mənim uğurumdur. Əgər yaxşı getməsə, razılaşma əldə olunmasa, xarab olsa müzakirə, J.D. Vance'in işidir. Trump gördü ki, bunu sıxırlar, yenə də vəziyyət xarabdır. Həm özünü garantiya almaq üçün xalqın arasında, Amerika xalqının arasında, həm də J.D. Vance'in ayağının altını qazımaq üçün. Çünki Trump'ın hər tərəfi, ətrafı, yoldaşına qədər Siyonist idarəçi, evangelizm AIPAC-in lobbisidir. Və bu da bizə onu deməyə əsas verir ki, bir, bax, oxuduğumuz rəhbərin bu mesajlarına baxın, Hörmüz boğazınız əlimizdə qalacaq. Yəni, ümid eləməyin ki, hansısa plan quracaqsınız. Plan qurarsınız özünüzdə, öz aranızda əvvəllər neçə ildir bizim sözünü verdiyimiz çatlar daha böyüyəcək Amerika daxilində. Bizə qarşı planlarımız işləməyəcək inşallah. Haqq cəbhəsinə qarşı planlarımız işləməyəcək. Hörmüz əlimizdədir. 2. Xalqa meydanlarda qalın. 2. 3. Dediyimiz döyüş meydanındakı, döyüş səhnəsindəki sükut adlandırmasıyla. Bu sükut ərəfəsində meydanda qalın ki, müzakirədə effektiv olasınız ki, onların planları belə işləməsin və bugün o effektliyini göstərir. İran daxili və xalq cəbhəsinin daxilində olan arenaya işləmir, qarşı tərəfə işləyəcək və qarşı tərəfin çöküşünü möhkəmlədəcək. Bir-birini ittiham eləmək daha da çoxalacaq. Və Amerikanın sosial bazası daha böyük çatılar və hətta sınmaqlarla üz-üzə qalacaq. Ki, bu da Hörmüz boğazının İranın əlində sıxılması artıq Avropanı da məcbur etdi. Fransa, İtaliya, İspaniya ki, əvvəldən kişi kimi, bir çox dırnaqarası müsəlmanlara baxanda İspaniya əvvəldən kişi kimi duruşunu sərgiləyib. İtaliya, Almaniya, Fransa bir zəngiləyirlər. Amerikanın Cənubi Koreya, Yaponiya kimi ki, əlində olan ölkələr var idi, nümayəndələrini göndərirlər və artıq Trump'ın və Amerikanın səltənəti bunların da yanında çöküş uğrayır. Yəni, hər tərəfli rəhbərin bu bəyanatı qarşı tərəfi müzakirə adlandırılan bu ərəfədə həm hərbi meydan davam eləsə, hərbi meydanda çox sürətlə çöküşə məcbur elədi, həm siyasi diplomatik arenada, həm də sosial bazasında. Çünki Avropa özü İngiltərə statistika verdi sırağa gün ki, artıq Avropa ölkələrində və İngiltərədə hava sahəsində, yəni necə deyərlər, aeroportlarında və jetlərində yanacaq 2 həftəyə qədər görə bilər. Pozuntular daha çox alacaq. Artıq görürsünüz də, az qalırlar butulka ilə yanacaq satsan. Hələ bu bir hissəsi də dedik, gübrəsi var, o tərəfi var, bu tərəfi var. Bu rəhbərin uzaq görənliyini göstərdi ki, eyni yaşı çoxalmış 86 yaşında Xameneyi şəhid oldu. Davamı 56 yaşındakı bir Xameneyi olaraq ortaya çıxdı. Və bütün bunlar bizə aydın edir. Biz əvvəldə söz verdik ki, nəticə alaq ki, görək döyüşün davam olunması təqdirində ki, İranın dünən rəsmiləri də Ağay Bəqai, yəni cənab Bəqai, Əraqçının sözcüsü, axşam bir söz dedi. Dedi ki, biz qaydırıq, müzakirə baş tutmur, yəni razılaşma olmadı. Sükutdan qayıtdıq, döyüş meydanı və xalqın meydanı, daxili və xarici meydanda davam eləyəcək işlər. Dediyimiz 3 ehtimaldan o birincisi. Bu belə davam eləsə, bu daha tez qarşı tərəfin dediyimiz sektorlarda, sosial, iqtisadi və siyasi sektorlardakı uçurumunu çoxaltmalıdır. Bunu da nəzərə alaq ki, İran İslam Respublikası və Azadlıq Cəbhəsi, Müqavimət Cəbhəsi çox ağır zərbələr vurublar döyüş meydanında. Həm Amerika bazalarını demək olar yerlə yeksan ediblər, 17 baza yoxdur. Hər nə logistik gətirsə, hansı planı qursa, ona görə deyirəm, daha tez batacaq. Və Siyonist rejimin ən həssas hərbi, kəşfiyyat, iqtisadi infrastrukturaları böyük ölçüdə iflasa uğrayıb, ağır zərbələr alıb. Bu bizə başa salır ki, rəhbərin həmin dediyimiz bu bəyanatındakı və əvvəldə çıxışın əvvəlində xatırlatdığımız, şəhid rəhbərin sözündən sonra xatırlatdığımız sözü nə qədər də yerinə oturur. İran xalqını yaxında inşallah böyük əzəmətli və aydın bir dövran gözləyir. Dövran gözləyir ki, əlbəttə bütün bunları tamamlayan bir nöqtə də var ki, ərəblərə rəhbərimiz o bəyanatda işarə vurur. Cənub qonşularımız əllərini uzatsınlar, görəcəklər ki, biz necə qardaşlığı bacarırıq. Bu iki başlıdır. Ya əlləri uzanmalıdır, biz həqiqi İslam olan Əli, Peyğəmbərin İslamını və sünnəsini göstərən Əli İslamı ilə gedən bir düzəni, bir
nizamıq. Əllər son ana qədər uzanması üçün şans veririk. Amma ikinci başı budur ki, əgər əllər uzanmasa, bölgənin, regionun azadlığı, qonşuların mənfəətini təmin edəcək formada hərəkətlər olunmasa, ehtimal olunan davam edəcək döyüşdə o əllər haqq cəbhəsinin baltasının altında kəsilməlidir ki, bu ərəb hakimiyyətlərinin və diktaturalarının altında olan xalqlar da azadlığa çıxsın. Və sonunda sözünü verdiyimiz bütün bu məsələləri bizə daha da aydınladan bir məsələ ki, istəmirəm çox vaxtınızı alım, toxunum, gələn proqramda inşallah biraz geniş toxunarıq. Bütün dünya əslində İrana borcludur. Şərq, Qərb və Qərbi Asiya. Onların dediyi Orta Şərq. Niyə? Yəni Yaxın Şərq. Rusiya-Ukrayna müharibəsində NATO savaşır. Qərb NATOsu. Biz buna neçə ildir işarə vururdıq Tufanul Əqsadan sonra. Çin məsələsini ikinci qütbü zərərsizləşdirmək istəyirdi Amerika son illərdə. Şərq NATOsu ilə Tayvan, Yaponiya, nə bilim Hindistan, Cənubi Koreya. Və Orta Fələstin məsələsində Ərəb NATOsu Abraham müqaviləsinə tərəf adiləşdirmə, normallaşdırmaya aparmaq istəyirdi. Çində bir Şərq NATOsu maneəsi var idi. Rusiyada Qərb NATOsu. Amma İran elə bir iş görür ki, mərkəz olaraq həm coğrafi, həm jeopolitik, həm strateji, həm bütün sahələrdə Şərq NATOsu, Qərb NATOsu və Ərəb NATOsu diz çökməyə məcburdur. Bu, həm Çin üçün, həm Rusiya üçün qarşı tərəfin, onların qarşısında olan, Qərb və Şərq NATOların qarşısında olan sözünü demək üçün böyük fürsətdir və region ölkələri üçün. Ki, gələn proqramda bunu daha geniş açacağıq və Türkiyəni gözləyən təhlükənin böyüməsindən ki, bir neçə ildir buna işarə vururuq, danışırıq, təhlil edirik, söhbət edəcəyik. Ki, Türkiyə hökumət olaraq ağıllı olsa, İranın arxasında dayanmalıdır, əgər ağıllı olsa zərrə qədər də. Ki, İran istəyir diplomatik meydanda, istəyir döyüş meydanında son zərbələrini vurub qarşı tərəfi bədbəxt eləsin. Yoxsa bu müəmmalı dediyimiz sükut Türkiyənin başına oyun aça bilər. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.